burada bir məsələ də var. Bu Avropa ölkələrindən ən böyük Avropanın idarə edici ölkələrindən Böyük Britaniya və Fransa bu sülh şurasına hələ ki münasibət bildirməyiblər və hələ ki kənarda qaldığı göz önündədir. Yəni onların bu birliyə daxil olmaması nəyi ifadə edir? Onların bu birliyə daxil olmaması, onlar da dünyada, yeni dünya nizamında özlərinə məxsus bir güc qütbü formalaşmaq istəyindən xəbər verir. Fransa da istəyir ki, Amerika ilə necə ki indi veto hüququ var, gələcək dünya nizamında da Amerika ilə bərabər dünyanın idarə edilməsi söz hüququ. Amma indiki halda bu şuranı yaradan Amerikadır. Fransa, və dedim axı Rusiya gəlib Amerikanın rəhbərliyi altına girəcəksə, bu demək ki, Amerikanın hegemonluğunu qəbul edirlər. O cümlədən İngiltərə. Bu nəyə göstərir? Bura kim daxil olmuyor? Çin daxil olmuyor bələri. Bura Rusiya daxil olmuyor. Fransa və İngiltərə. Bu demək ki, bu dörd dövlət indidən Amerikaya qarşı yeni bir güc mərkəzi kimi özlərini təqdim edir, dünya təqdim edir və Qəzza ilə bağlı müstəqil bir siyasət aparmaq istəyirlər. Zaten onu deyim ki, bu 67 il bundan qabaq bu münaqişənin yaranması iki günahkarı var. Biri İngiltərədir, biri Fransa. Çünki o vaxt BMT-nin qərarı ilə 47-ci ildə deməli Fələstin ərəblərini fransızlar, yahudilər də ingilislər müəyyən bir məsafədə saxlamalıydılar ki, BMT gəlsin, sərhədlər çıxsın, iki dövlətin ikisi də eyni vaxtda elan olacaq. Bir gün qalmış ki, BMT nümayəndələr gələcək, sərhədlər olacaq. İngilislər bəyanat verir ki, biz yahudilərin qabağında dayana bilmirik, biz o funksiyadan imtina edirik. Bu tərəfdə də fransızlar eyni bəyanat verir, biz ərəblərin tərəfində dayanamırıq. İkisi də çıxan kimi dərhal İsrail artıq hazırdır, Fələstinlərin hazırlığı yox idi. Necə ki, bizdən vaxtilə silahlar yığmışdılar, ermənilər silahlandırmış. Eyni şey orada da oldu. BMT-nin qərarına əsasən orada Fələstinlərin hər iki tərəf silahsızlaşdırmadı. Amma İsrail tərəfi silahlandırıldı, Fələstin tərəfi silahlandırılmadı. Onda nəyə görə? Həm də köç qadağanıdır. Yəni dövlətlər yarına qədər o köç. O müddətdə İsraillər də müxtəlif onu götürdü, artdı və s. və s. Və bunlar çıxan kimi İsraillər BMT-nin gəlməsini gözləmədi. Dərhal girdilər, Fələstinə aid edilən torpaqlar tutdular. Və o münaqişədə o vaxtdan bu günə qədər başladı. Artıq BMT də öz qərarını icra eləmədi. Dedi ki, orada müharibə gedir, biz oraya girə bilmərik. Yəni belə bir oyun qurdular və yaxın şərq problemini də məhz buna görə yaradı. Eyni problem analoji olaraq 47-ci ildə yaranıb Pakistanla Hindistan arasında, o Kəşmir məsələsində eyni də Fələstinləri bu iki münaqişə əksindən baxsan, qlobal gözlərin dünyanı idarə etmək üçün əllərində bir vasitədir. Təşəkkür edirəm. Hörmətli Hürriyyət TV. Ona görə Fransanın, Rusiyanın və İngiltərənin bu məsələyə soyuq münasibət bəsləməsi özlərinin dünya gücü kimi təqdim etməsi, Amerikanın rəhbərliyyatını tükmək istəmirlər. Diqqətlə fikir verin. Bir çox məsələlərdə Fransa ilə İngiltərə, elə Qrenlandiya məsələsi götürün, Fransa və İngiltərə Amerikanın əleyhinə çıxdı. Baxmayaq ki, müttəfiqdirlər. Digər məsələlərdə də bu da Fransanın və İngiltərə, məsələn, Ukrayna məsələsində baxın, ən kəskin radikal mövqedə kimdir? Rusiyaya qarşı. Fransa və İngiltərə. Niyə? Çünki Fransa və İngiltərə də özlərini dünya gücü kimi görməsidir və Rusiyada bir dünya gücü kimi görüb ona rəqib kimi çıxış edirlər. Başqa ölkələr bu cür fəallıq eləmir. Almaniya. Almaniya özünü yeni bir dünya gücü kimi təqdim eləmir dünyaya məsələn. Amma İngiltərə, Fransa 2-ci Dünya müharibəsində o status alıb əldən də vermək istəmirlər. Burada bir Çindir, Rusiyadır, İngiltərə, Fransa, Amerikadır. Bir dənə burada Çin uzaqdadır, bu prosesdə iştirak eləmir. Amerika Çin'i də dəvət eləmir. Digər ölkələr isə burada dediyim kimi o məsələyə görə iştirak eləmir. Hörmətli Hürriyyət TV izləyicilər, sizdən çox xahiş edirik ki, bizim verilişimizi bəyənib paylaşasınız və kanalımıza abunə deyilsinizsə, abunə olasınız. Biz o Hürriyyət televiziyasının fəaliyyəti üçün iyanə etmək istəyirsinizsə, kart nömrəmiz ekranda var. Çox xahiş edirik ki, həmin kart vasitəsindən öz iyanələrinizi göndərəsiniz. Burada xüsusi təşəkkür edirəm Gülnaz xanıma. Fəallığına görə Gülnaz xanım hər gün buradadır. Tənqidçi var, salam söyləyir. Sonra Nurəddin Caniyev, Cahangir bəy, Samir Azadov
Cahangir bəy və digərləri inşallah əgər suallarınız olarsa Sərdar bəyə bu mövzuda ümumiyyətlə Azərbaycanla bağlı yönəldə bilərsiniz inşallah. Buradakı yazın və biz də inşallah Sərdar bəyə təqdim eləyək. Sizə təşəkkür edirəm. Çox xahiş edirəm ki, bir neçə dəfə də artıq bizim baxış sayımız azalıb və sizdən aktivlik xahiş edirəm ki, aktivlik eləyəsiniz ki, bizim baxış sayımız artsın. Ancaq sizdən asılıdır. Hökmən bizim bu verilişimizi digər sosial şəbəkələrdə paylaşasınız. Təşəkkür edirəm yenə sizə.